İlk həmlədən öncə salamlar və sayğılarımı sunuram dünyanın hər bir yerində bizi dinləyən soydaşlarımıza. İran hakimiyyətinin durumuna gəliriksə, artıq hər nə bəllidir. İran hakimiyyəti bir totalitar hakimiyyətdir, diktatoriya hakimiyyətidir ki, artıq bütün ömrünə baxdığımızda öz bacarıqsızlığından asılı olaraq fərqli şəkillərdə millətini təzyiqlərə məruz qoymuşdur. Və bu təzyiqlərdən asılı millət də zaman-zaman isyana gəlib etiraz etmişdir, aksiyalar qurmuşdur və fərqli şəkillərdə öz etirazını bildirmişdir. İran hakimiyyəti bu etirazlara qarşı, hər bir üsyana qarşı tək bir yol sərgiləmişdir. Bu ki, bacarıqsızdır, onun üçün o böhranı həll edə bilməz, amma qarşılığında üsyanları eləyə bilər, bastırsın. Onun üçün şiddətlə sərküb edilmişdir və indiyə qədər də özünü ayaqda saxlamağa bacarmışdır. Gerçi, amma ayrı yandan baxdığımızda, çünki böhranlar həll olmur, üst-üstə yığışır, onun üçün də hər bir aksiya işi keçirilir, o daha şiddətli olur keçmiş aksiyalardan. Və son nümunəsi də dey olayları idi ki, 40 mindən çox insan öldürüldü. Amma İran hakimiyyəti öz termini buna qoyubdur. Mənim əleyhimə baskı gəlirsə, içəridə yaşayan xalqın tərəfindən onları eləyə bilərəm güllə vasitəsilə, həbslər vasitəsilə, öldürmək vasitəsilə bastıram və dolayısıyla ayaqda qalam. Bu termin indiyə qədər gəlib çatmışdır. Amma İran hakimiyyəti artıq xarici qüvvələrlə də bir savaşdadır və onun üçün də əli o üstünlüyünü sağlaya bilməmişdir. Əgər adi xalqın əlində bir silah yoxdur ki, qarşılığı versin İran hakimiyyətinə. İndi İran hakimiyyəti bir qüvvələrlə savaşdadır ki, silahları və nizami cəhətdən çox daha üstünlükləri vardır İran hakimiyyətinə və onun üçün də İran hakimiyyəti artıq keçmiş metodlarını bunlara qullana bilmədiyi üçün məcburdur ki, yeni yöntəmləri əl atsın, özünü qorumaya. Bu yeni yöntəmləri əl atdığında iki dənə çıxış yolu vardır. Yəni, ya silahlı mücadiləsinə davam versin, əgər əlində bir silahlı qüvvə vardır ki, eləyə bilə üstünlüyü sağlaya, Amerika və İsrailə qarşı gəlsin meydana və savaşa davam versin, ya da ki, hala öz təbirlərini, öz baxış açılarını mən desəm, güzəştə keçsin. Yəni, əlində olan bəzi ideolojik məsələlər ki var, onları vaz keçsin ki, özünü qorusun. Üçüncü variantı yoxdur. Silahlı mücadiləyə gəlirsə, artıq hamıya aydındır ki, İran silahlı mücadiləni Amerika və İsrailə uduzacaqdır. Hala bu uzun sürə, ya az sürə, amma bu uduzacaqdır bu savaş. Dolayısıyla özünü qorumaq üçün bir dənə təkcə variant vardır. O da bu ki, ideolojik məsələlərdən vaz keçsin. Yəni, misal üçün, nüvə bəhsini vaz keçsin, zənginləşmiş uraniumundan vaz keçsin. O şəkildə eləyə bilər özünü qorusun, amma bu da görünmür. Yəni, İran hakimiyyəti o qədər bu ideolojini bağlamışdır öz rəftarlarına, ayrıca içəridə olan onun yanında hələ də az sayda olmuş olsa, amma fanatik qüvvələrin onun yanında duranları bu ideoloji məsələsi ilə ayaqda saxlaması o qədər düyündüyünə gəlib, o qədər iç-içə olubdur ki, bundan da vaz keçə bilmir. Onun üçün təkcə bir yol işi qalır, bir silahlı savaş ki, bilir onun üçün uduzacağa idamə verməsidir. İran hakimiyyəti onun üçün mən inanmıram ki, eləyə bilsin bu məsələdən yəni sağlam şəkildə çıxsın eşiyə. Özünü saxlaması üçün təkcə bir yol vardır ki, o da ideolojisindən vaz keçməkdir və onu görünmür ki, əlasın. Dolayısıyla bunları yan-yana qoyduğumuzda mən zənn edirəm ki, İran hakimiyyəti uzun müddətli özünü eləyə bilməsin, saxlasın və dolayısıyla bu uzun müddət olsa da, yaxın müddət olsa da məcburi halükarda bu rejim dəyişməyə addım atacaqdır və dəyişilməyə məcbur olunacaqdır əslində. Təbii ki, Güney Azərbaycana gəliriksə, İranda yaşayan türkləri ümumiyyətlə diqqətə alsaq, amma özəlliklə Güney Azərbaycanda yaşayan türklərə gəliriksə, keçmiş təcrübələr vardır. Güney Azərbaycanın və dolayısıyla elə İranda yaşayan türklər o neçə dəfələr inqilablara əl atıblar, neçə dəfə inqilablarda müşarikətçi olublar, neçə dəfə inqilablarda aparıcı qüvvə hətta olublar, amma sonuc etibarilə istəklərini açıda bilməyiblər ki, heç hər dəfəsində daha keçmiş dəfədən bərbad duruma düşmüşdülər. Bunu biz tarixən də görə bilərik. Məşrutə inqilabından tutun gəlin yetişin, ta ondan öncəsi sonrasına baxa bilərik, Xiyabani hərəkatına, məşrutə inqilabına və son variantlardan birisi elə İslam inqilabı, yəni bu indiki rejimin qurulmaq inqilabına baxdığımızda bütün türk qüvvələr öndə gedənlərdən birisidirlər. Amma sonuc etibarilə bizim istəklərimizin heç birisi əldə olmayıb, daha da bərbad duruma düşmüşük. Ayrı bir örnək gətirə biləcək Pişəvəri, rəhmətli şəhid Pişəvərin hərəkatı və milli dövlətimizin taleyidir. Yəni oraya qədər ki, biz eləyə bilmişik, öz ayağımızda duraq, böyük bir başarıları əldə atmışıq. Amma yenə də keçmişdə olan bəzi səhvləri təkrarlamaq, yəni sənə düşmən kimi davranan qüvvələrə dostca yanaşmağın bir halda ki, onlar yenə də sənə düşmanca davranırlar. Bu iştibahları gətirib oraya çatdırır ki, nəhayət sonuc etibarilə millətin istəklərinə varmır. Biz əgər gələcək
İran rejiminin dağılması ki çox möhtəməl görünür. Bu rejimin dağılması sürəsində əgər istəmirik ki, keçmiş iştibahları təkrarlayaq, əgər istəmirik ki, yenə də durumumuz daha keçmişdən bərbad olmuş ola, bunu diqqətə almalıyıq ki, hər bir qüvvə ki, bizim qarşımızda vardır, hər hansı formatda ki, bizə yanaşır, biz o formatı özümüzə təbir etməyək dostcasına, bəlkə vaqeid şəkildə dəyərləndirək. Yəni bizim keçmişdəki olan tariximizə baxdığımızda ən başda gedən səhvlərdən birisi reallıqdan uzaq duran, daha çox ılımlı, daha çox ansı təbirini deyəm, insancıl kimi görünən davranışlarımızdır. Çox gözəldir ki, bir insan, bir hərəkət demokratik olsun, ya demokratik görüntü yaratsın, amma savaş ərəfəsində olan birisi də savaş qaydalarını diqqətə almalıdır. Yəni savaşın özünə görə fərqli terminləri, savaşın özünə görə fərqli rəvişləri və şivələri vardır. Əgər biz unutsaq ki, savaşın içindəyik və normal vəziyyətlərin, metodların uygulamağa başlasaq, biz o savaşı uduzacaq. Bu həmin səhv ki, keçmişdəkilər eləyiblər, bizim nəsillərimizdən öncəkilər, amma biz gərək bunu diqqətə alaq və unutmayaq ki, savaş ərəfəsində savaşın şəraiti hakimdir. İstəklərimizi açıqca deməsək, istəklərimizin bərpa olunması ilə bağlı açıq təzminlər və zəmanətlər ala bilməsək, ya almasaq, ya ortaya qoymasaq, biz yenə də uduzacağıq və keçmişdən durumumuz daha da bərbad olmalıdır. Bu halükarda bizim görə biləcəyimiz, özəlliklə Güney Azərbaycanın içində yaşayan soydaşlarımızın tutduqları tutumların istiqamətində və özəlliklə siyasi məhbuslarımızın o rəşadətlərinin istiqamətində və onlarla birgə başda tutan yol xəritəmiz Azadlıq, Ədalət, Milli Hökumət şüarı olmalıdır. Yəni Azadlıq, Ədalət, Milli Hökuməti əgər biz özümüzə bir plan kimi sərgiləyirik və onun istiqamətində və onun doğrultusunda hərəkət ediriksə gerçəkdən bizim istəklərimiz bərpa olacaqdır. Azadlıqda istibdada qarşı mübarizə vardır. Ədalətdə istismara qarşı mübarizə vardır. Yəni sömürgəçilik siyasətinə qarşı orada sən istəklərini qoyursan ortaya. Deməli, dolayısıyla təyin edirsən ki, gələcək qüvvə, gələcək hakimiyyət, Güney Azərbaycan müstəqil olmasına baxaraq, yaxud federal hakimiyyəti fərq etmir, hansı ünvanda olur olsun. Bu iki özəllik başda getməlidir. Yəni oradakı qurulan hakimiyyət, Güney Azərbaycanda içində yaşayan xalq və millət istibdaddan uzaq durmalıdırlar, onlara istibdad olmamalıdır. Onlar istismardan, yəni sömürgəçilik siyasətindən də xilas olmalıdırlar və bunun təsir yolu da milli hökumətin qurulmasından gedir. Yəni milli hökumət millətin təyin etdiyi, yəni Güney Azərbaycanda yaşayanların təyin etdiyi hakimiyyət, yəni Güney Azərbaycanlıların əli ilə qurulmuş hakimiyyətdir ki, eləyə biləcəkdir bu ikisini qorusun və bərpa eləsin. Dolayısıyla bunların hamısını diqqətə aldığımızda Güney Azərbaycanda yaşayan soydaşlarımızın söhbətlərinin istiqamətində və yenə də təkrar altını cızıram, siyasi məhbuslarımızın fədakarlıqlarının istiqamətində əgər biz istəyirik ki, İran hakimiyyətindən sonra bu prosesin içindəki gedir, eləyə bilək millətimizi azadlığa çatdıraq, bu şüarın 3 dənə əsas başda gedən məsələsini, yəni azadlığını, ədalətini və milli hökumətin qurulmasını özümüzə yol xəritəsi seçərək içəri eşib birgə, bir istiqamətdə hərəkət etməliyik. Bu şəkildədir ki, eləyə bilərik, qarşımızda olan hətta alternativ qüvvələrə də bu mesajı verək və onlara da göstərək ki, bu 3 dənə məsələ əgər sağlanılırsa, eləyə bilərlər ki, bizim də himayəmizi özlərinə cəlb etsinlər. Bu 3 dənə məsələnin hər birisi əgər axsaqlıqla uğrayır, yəni hər birisini əgər ola gözdən qaçırırlar, dolayısıyla Güney Azərbaycanında himayələrini öz yanlarında görə bilməzlər, bəlkə zaman-zaman Güney Azərbaycanı hətta qarşılarında da görə bilər. Uzun sözün qısası, bu şüar bizim ana yolumuz və xəritəmiz sayılmalıdır və bu istiqamətdə içəri eşikli fəaliyyət etməliyik.